hər kəsi salamlayıram. Bugün bütün mükafat alan xanımlarımızı təbrik edirəm. Mən düşünürəm ki, qadın olmaq həm çox məsuliyyətli işdir. Eyni zamanda qadın olmağın özü də böyük bir xoşbəxtlikdir. Çünki ona görə məsuliyyətlidir ki, bir cəmiyyətin formalaşmasında, cəmiyyətimizdə sağlam nəsillərin yetişdirilməsində qadın böyük bir faktordur. Və ona görə xoşbəxtdir ki, Rəbb qadına yaradıcı bir potensial veribdir. Və qadın cəmiyyətdə istərsə hər şeyi yaxşıya doğru dəyişə bilər.